Salam hörmətli müəllimlər, hər vaxtınız xeyirli olsun. Deməli, bugünkü izahımız nədən ibarətdir? Fiziki tərbiyədən ümumi sınaq, yəni 40 sualdan ibarət olan sınaqda ən az, yəni doğru cavab verilən sualla bağlıdır. Ümumi orta təhsil səviyyəsinin əsas fərqləndirici cəhəti nədir? Burada bir çox, yəni hətta deyək ki, %48% nan B variantı seçib şagirdlər arasında ünsiyyətin formalaşdırma və birgə fəaliyyətlə bağlı olan variantı. Lakin bu yanlış cavabdır. Onu da hər birini izah edəcəm indi. Deməli, biz bu suala düzgün cavab vermək üçün fiziki tərbiyə fənninin tədrisinin məqsədi və vəzifələrini bilməliyik. Deməli, burada nədir? Bu fənnin tədrisi ayrı-ayrı təhsil səviyyələrində şagirdlərin fiziki inkişafı ilə əlaqədar fərqli səciyyəvi xüsusiyyətlərə malikdir. Bunlar da hansılardır? Ümumiyyətlə, ilk öncə baxaq ki, təhsil səviyyələri üzrə biz nələrə diqqət yetirməliyik? Deməli, baxırıq burada sualımızın cavabları hardadır və nədir? Deməli, ibtidai təhsil səviyyəsi, ümumi orta təhsil səviyyəsi və ən sonda tam orta təhsil səviyyəsi. Baxın, bu mərhələdə fənnin tədrisinin səciyyəvi xüsusiyyətləri aşağıdakılardır. Variantlar üzərində diqqət yetirsək, birinci A variantımız bundan ibarətdir ki, ayrı-ayrı hərəkə qabiliyyətinin inkişafına yönəlmiş eyni istiqamətli oyunlar, hərəkət komplekslərinin məqsədi istifadə. Bu birbaşa ibtidai təhsil səviyyəsinə aiddir. Burada üçüncü variant olaraq baxsaq, yəni biz bunu görəcəyik. Sonra B variantı hansı ki bir çox şəxs bu variantı seçib şagirdlər arasında ünsiyyəti formalaşdırmaq. Şagirdlər arasında ünsiyyətin formalaşdırmaq, birgə hərəkət fəaliyyət prosesində əməkdaşlığa çevrilməsinin təmin edilməsi. Bu da deməli B variantımız aid olub nəyə? İbtidai təhsil səviyyəsinə. Sonra fiziki yükün icrası zamanı orqanizmin funksional vəziyyətinə nəzarət və sadə bərpa vasitələrindən istifadə etmək bacarığının formalaşdırılması. Bu aiddir tam orta təhsil səviyyəsinə. Tam orta təhsil səviyyəsində bunu biz görürük 11-ci siniflərdə. Sonra gəldik D variantı. Müxtəlif idman növlərinin elementlərindən fiziki hazırlıq vasitəsi kimi istifadə edilməsi. Deməli, bizim burada sualımızın tam cavabı artıq buradadır. Yəni, ümumi orta təhsil səviyyəsində bizdə bunu soruşurdu. Və bu sualın da cavabı deməli, müxtəlif idman növlərinin, baxın, diqqətlə baxın, növlərinin elementlərindən fiziki hazırlıq vasitəsi kimi istifadə edilməsi. Və sonunda Y variantı hərəkət mədəniyyət fəaliyyətinin təkmilləşdirməsi. Bu da deməli bizdə aid olur birbaşa tam orta təhsil səviyyəsinə. Yəni tam orta təhsil səviyyəsində artıq bu hərəkət mədəniyyət fəaliyyətinin təkmilləşdirilməsi. Yəni deməli buradakı cavabımız nə oldu? D variantı müxtəlif idman növlərinin elementlərinin fiziki hazırlıq vasitəsi kimi istifadə edilməsi. Dinlədiyiniz üçün təşəkkür edirəm. Hər birinizə uğurlar.